Salam uşaqlar, bugünkü dərsimiz formal müstəqillik ləğvidir. Azərbaycan SSR dövründə Sovet milli siyasətə açarıcı istiqamətləri həyata keçirilirdi. Milli dəyərlərə etnasız yanaşır, onlara yasak edilirdi. Rus dili dövlət dili səviyyəsinə qədər yüksəldilmişdi. Kütləvi ruslaşdırma siyasəti və xristianlaşdırma siyasəti var idi. Rəhbər vəzifələri əsasən qeyri-Azərbaycanlılar təyin edilirdi. Bakı beynəlmilli şəhər elan olunaraq Rusiyadan və digər bölgələrdən çoxsaylı işçilər gətirilirdi. Milli kadrların çatışmaması bəhanəsi ilə idarəetmə orqanları ruslar, ermənilər, gürcülər və yəhudilər daxil edilirdi. İndi başlayaq formal müstəqillik ilk sərbəndə necə olur? Moskva müqaviləsi ilə Moskva müqaviləsi nədir? Cənubi Qafqazda Bolşevik stasının ilk qurbanı Azərbaycan oldu. Sovet rəhbərliyi Azərbaycan SSR sovetləşdikdən sonra formal müstəqillik ləğv etmək məqsədilə aşağıdakı tədbirlərə əl atdı. 1920-ci il sentyabrın 30-da Rusiya Sovet Federativ Sosialist Respublikası Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq adlı Moskva müqaviləsi bağlandı. Şərtləri belə idi. Azərbaycan hərbi dəniz qüvvələri Rusiyanın nəzarətinə keçirdi. Azərbaycan maliyyə, poçt, teleqraf idarələri, dəmir yolu nəqliyyatı Rusiyanın nəzarətinə keçirdi. Xarici ticarətdə əsas saziş imzalanan saziş isə Azərbaycan bütün xarici ticarət Rusiyanın ixtiyarına verilmişdi. Azərbaycan neft satışı üzrə həmin hüquq da Rusiyanın əlinə keçdi. Azərbaycan neft və neft məhsullarından yalnız Rusiyanın icazəsi ilə istifadə edə bilərdi. Bu müqavilə ilə Azərbaycanın iqtisadi müstəqilliyi tamamilə itir, qalan siyasi müstəqillik isə formal xarakter daşıyırdı. Daha sonra Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası yaradılması Azərbaycanın formal müstəqilliyin ləğvi 1922-ci ildə bu olur. 1920-ci ilin sonunda Ermənistanın və 1920-ci ilin əvvəlində Gürcüstanın müstəqiliyinə son qoyduqdan sonra Moskva Cənubi Qafqazı, yəni Zaqafqaziya Sovet Federativ Respublikasının yaratmaq haqqında planını həyata keçirdi və 1920-ci ilin payızında ilk addım olaraq Cənubi Qafqaz Respublikaları arasında gömrük sərhəd məntəqələrinin ləğvi başladı. Onları xarici ticarət əlaqələri və dəmir yolları da birləşdirildi. 1922-ci ilin martın 12-sində Moskvanın göstərişlə Azərbaycan, Gürcüstan, Ermənistan arasında ittifaq müqaviləsi bağlandı. 1923-cü dekabrın 10-da Bakıda keçirilən 1-ci Zaqafqaziya Sovet qurultayında Zaqafqaziya Respublikaları İttifaqı Mərkəzi İcra Komitəsi təşkil edildi və konstitusiyası qəbul olundu. Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-dən ibarət vahid iqtisadi məkana və büdcəyə malik Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası yaradıldı. Yəni 1922 və 1936-cı illərdə fəaliyyət göstərdi. Yaradılması nəticəsi nə idi? Cənubi Qafqaz Respublikalarının suveren hüquqları məhdudlaşdırıldı. Onların Moskvadan asılılığı artdı. Azərbaycan formal müstəqil tamamilə son qoyuldu. Azərbaycan sərvətləri o cümlədən nefti digər Respublikanın ixtiyarına verildi və iqtisadi cəhətdən zəif olan Gürcüstan və Ermənistan Azərbaycanın neftindən və digər resurslarından istifadə etməyə başladılar. Daha sonra SSR-in yaradılmasına baxaq. 1923-cü dekabrın 30-da Moskvada keçirilən 1-ci Ümumi İttifaq Sovet qurultayında Rusiya Sovet Federativ Sosialist Respublikası, Ukrayna SSR, Belarus SSR və Zaqafqaziya nümayəndələri SSR-in yaradılması haqqında bəyannamə və müqavilə imzaladılar. İttifaq müqaviləsi əsasən SSR-in tərkibinə bu 4 respublika daxil oldu. Belə ki, SSR-in təşkili Azərbaycan Sovet İttifaqına bir əyalətə çevrildi. Müstəqil Azərbaycan şüarı iflasa uğradı və 1920-ci ildə qəbul olunan SSR-in 1-ci konstitusiyasına İttifaqa daxil olan respublikaların formal hüquqlar bərabərliyin öhdəsini tapmışdı. Stalin dövründə siyasi idarəsində baş verən dəyişikliklərə baxaq. Ailə hakimiyyət orqanı olan Sovetlər öz nüfuzunu itirərək partiya qərarını icra edən quruma çevrildi. Tək partiyalı sistem möhkəmləndi və partiya aparatı dövlətin bütün sahələrə müdaxilə və nəzarət imkanını qazandı. 1936 dekabrın 5-də qəbul edilən SSR-in 2-ci konstitusiyası ilə, yəni Stalin konstitusiyası, qalib gəlmiş sosializm konstitusiyası adlanırdı. Əsas dəyişikliklərə isə cəmiyyətin fəhlə kəndlər arasında olan sırasından lisenziyaların ibarət olan tezis təsbit olundu. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ləğv edildi və onun tərkibində Azərbaycan, Gürcüstan, Ermənistan SSR-i müstəqil İttifaq Respublikası üçün birbaş SSR-in tərkibinə daxil edildi. Azərbaycan SSR-in yeni konstitusiyasına baxaq 1937-ci ildə. 1937-ci ilin martında Azərbaycan Sovetlərinin 9-cu qurultayında SSR-nin və 1936-cı il konstitusiyası əsasında Azərbaycan SSR-nin 2-ci konstitusiyası qəbul olundu. Bu konstitusiyaya əsasən xalqın türk adı Azərbaycanlı, dili isə Azərbaycan dili adlandı. Stalin sifarişi ilə dəyişiklik həyata keçirildi və 19-cu əsrin sonlarından başlayan Azərbaycanın milli ideyası güclənməsinə səbəb olmuşdu. Azərbaycan SSR-i 1937-ci konstitusiyası ilə ümumi birbaş seçki hüququ elan edildi. Ancaq vətəndaşlara verilən formal demokratikalıqlar və hüquqlar kağız üzərində qaldı və simvolik təbliğat materialına çevrildi. 1-ci Zaqafqaziya Sovetlər qurultayına baxaq. 1920-ci dekabrın 10-da Zaqafqaziya Respublikaları Mərkəzi İcra Komitəsi təşkil edildi. Konstitusiyası qəbul olundu. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası yaradıldı. 1-ci Ümumi İttifaq Sovet qurultayı 1922 dekabrın 30-da baş verdi və SSR-in yaradılması haqqında bəyannamə və müqavilə imzalandı. SSR-in tərkibində Rusiya, Ukrayna, Belarusiya və Zaqafqaziya daxil edilmişdi. İndi 1920-30-cu illər Stalinin həyata keçirdiyi sosialist yenidən qurmaların nəticələrinə baxaq. Burjuaziya mülkədar və qolçamaqlar bir təbəqə kimi məhv edildi. Xalqın bütün mülkiyyət hüququna zərbə vuruldu. Cəmiyyət fəhlə kəndli və zavod siyasətindən ibarət oldu. Stalin şəxsiyyətinə pərəşlik edildi. Şəhərli və kütləvi respublikalar başlandı. Kommunist Partiyasının bütün sahələrində hökmranlığı inhisarı təmin edildi.
Antidemokratik totalitar sosialist dövlət formalaşır və bərqərar edildi. Azad bazar iqtisadiyyatının elementləri xüsusi mülkiyyət tamamilə ləğv edildi. Mülkiyyət və sərvət üzərinə dövlət nəzarəti bərqərar olundu. Fəhlə və kəndli faktiki olaraq mülkiyyətdən ayrılma prosesi başa çatdırıldı və var dövlətə, pula, xüsusi mülkiyyətə nifrət aşılandı. Bu dərsimiz bu qədərdir. Yenə xəritə bayaq dediyim kimi bu xəritəsi budur. Ermənistana və Gürcüstana verilən mübahisələr ərazilərdə hamısı qeyd olunub orada və zamanla indiki Azərbaycan ərazisi formalaşır. SSR-in tabeliyində və onlar da bizim ərazimizi bölərək Cumhuriyyət dövründə olan 97.000 kvadrat kilometr ərazini 86.600 kvadrat kilometr əraziyə endirəcəklər. Bunlar haqqında növbəti dərslərimizdə daha geniş danışacağıq. Dərsimiz bu qədərdir. Ümid varam sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.